Bəzən deyirlər, qadınlar hər şeyi görür. Amma heç kim bizim əziyyətimizi görmür. Evdəki hər bir kiçik detal, səliqə, səhman, ailə üçün çəkdiyimiz zəhmət, işdən sonra evin işlərini bitirmək, bunların hər biri görünməz qəhrəmanlıqdır. Biz hər gün təkcə özümüz üçün deyil, başqaları üçün də fədakarlıq edirik. Amma bəzən heç kim qiymətləndirmir. Bəzən yorğun düşürük, amma davam edirik. Çünki bilirik ki, bu əziyyət boşuna deyil. Hər gülüş, hər xoş söz, hər kiçik təşəkkür bizim verdiyimiz zəhmətin əks sədasıdır. Unutmayaq, xanım olmaq sadəcə görünmək deyil. Güclü olmaq, səbirli olmaq, hər vəziyyətdə özümüzü qoruyub saxlamaqdır. Bizim etdiyimiz hər şey, hətta heç kim görməsə də böyük dəyər daşıyır. Gözəl xanımlar, özümüzü kiçik görməyək, özümüzü qiymətləndirək, verdiyimiz zəhməti bilək. Çünki hər birimiz dəyərliyik. Hər bir fədakarlığın, hər bir əziyyətimiz, hər kiçik işimiz böyük bir sevgi və güc ifadəsidir. Həyat bəzən çətin ola bilər. Amma biz güclüyük. Özümüzü sevməliyik. Özümüzə dəyər verməliyik. Çünki biz buna layiqik. Xanımlar, siz hər şeyin ən yaxşısına layiqsiniz. Birlikdə olduğumuz üçün çox şanslıyam. Hər anınız sevgi və xoşbəxtliklə dolsun. Sağ olun, yaxşı olun, gecəniz rahat, sabahınız işıqlı olsun.